Qızlar, trend yol bağlamalarım gəldi və mən bunları sizlə bir yerdə açmaq istəyirəm. Açaq baxaq görək nələr almışam, neçə almışam və necə bir şeylər almışam. Gəlin bir yerdə baxaq. İlk öncə çanta ilə başlayıram. Bunların ikisində endirimli qiymət almışam. Onu da deyim ki, çox gözəl endirimlər var idi. Ondan yararlanmışam. İkisini də çox bəyəndim. Rəngləri düzdür, biraz fərqli gəldi. Necə? Düzdür, şəkildə də baxanda bilinir ki, rəng fərqi var, amma canlıda da görünür ki, rəng fərqləri ayaqqabı ilə çantanın fərqi var, amma yenə də problem deyil. Yenə də geyinməsi tondadır. Əsas keyfiyyətidir, görünüşüdür. Mən çox bəyəndim, çox qəşəngdir. Siz də sonunda öz fikirlərini yazmağınızı unutmayın. Hər birini oxuyacağam, cavablandıracağam. Fikirləriniz mənim üçün maraqlıdır. Çantanın deyim ki, çox qəşəngdir. İçində əlavə cibi yoxdur. Bir dənə orta gözüdür və knopka ilə bağlanır. Sadəcə qabaq hissəsində bir dənə kəmər detalı var. Çox qəşəngdir. Ölçü cəhətdən mən əldə tutmaq istəyirdim. Ona görə elə bu ölçüdə götürdüm. Yəni çanta, çin sumkası kimi istəmirəm də, yəni çindən asılan əldə tutmaq üçün istəyirdim. Ona görə də ölçüsü mənə görə uyğundur. Materialı nə villur deyil, nə nabuk deyil. Belə bir qəribə material var, amma çox qəşəngdir. Çantanın qiymətini də deyim. Çanta endirimsiz qiymətlə 69 manat idi. Mən endirimlə 40 manata aldım. Pedosda çatdırılma da pulsuz olduğu üçün mənə daha yaxşı qiymətə gəldi, oturdu da. Yəni sadəcə öz qiymətlərini verdim, endirimli qiymətlərinin pulunu və çox qəşəngdir, gəldi, çıxdı. Əsas da odur ki, əzilmə də olmadı. Yəni bu vəziyyətdə gəldi, çıxdı. Heç bir tərəfi əzilmədi. Çox qəşəng gəldi, çox bəyəndim. Ayaqqabı da qəşəngdir. Sonda ikisinin də bir yerdə şəkillərini, videolarını çəkmişəm. Sonda görəsiz indi. Ayaqqabı da qəşəngdir. Bu ayaqqabıdan mən burada bir neçə dəfə yerdə geyinmişəm. Amma öndə tərəfi, kvadrat olan tərəfi yəni çox sıxırdı ayağımı. Hədsiz dərəcədə incidirdi. Ona görə bəyənmədim, sözün açığı geyinmədim. Amma bunu görəndə dedim bəlkə yaxşı olar da. Çünki yorumları da oxudum. Hamı yazmış ki, qəşəngdir. Dedim götürüm də, yaxşı olar yəqin ki. İnanırsınız qızlar, heç corab geyinməmişdim ayağıma, açıq ayağa geyindim. 1 qram ağrıtmır, dəhşət rahatdır. Görünüş desəz mükəmməl, ayaqda çox qəşəng görünür. Bir dənə çantanın dəmirilə ayaqqabının dəmiri fərq oldu, amma yenə də narahat edəsi tonda deyil məni, yenə də geyinmək olar. Ayaqqabının materialı süet gedirdi. Süet məncə nabuk deməkdir. İndi əgər səhv edirəmsə düzəldərsiniz. Ayaqqabının qiyməti isə 10 endirimlə aldım. 54 manatdan 30 manata düşmüşdü. Ayaqqabı 40 razmeri götürmüşəm mən. Yəni öz geyindiyim razmerdir. Çox da qəşəng, rahat oldu. İndi sonda yenə ikisini bir yerdə geyinib çəkmişəm. Videosuna baxa bilərsiniz. Videoda görəsiniz ayaqda ayaqqabı necə qalır, çanta ilə necə uyumludur. Onda daha yaxşı görünür. Məncə çox qəşəng görünür ayaqqabıda, ayaqda, çanta ilə də bir yerdə. Yəni mənim xoşuma gəldi. Tonlarının fərqi də məncə elə bir problemli dərəcədə ton fərqləri yoxdur aralarında. Və ayaqqabı bir çox şeylə geyilə biləcək bir ayaqqabıdır. O formadadır. Çox qəşəngdir. Və istəyərdim ki, siz öz fikirlərinizi yorumda yazasınız. Bu cür videoların davamı gəlsin istəyirsə kanalıma abunə olub dəstək olsanız çox sevinərəm. Sağ olun. Hələlik.